Məlum saytları izləməyin bir neçə səbəbi var və bunlar əsasən insanın psixoloji və fizioloji ehtiyaclarından qaynaqlanır. Birincisi, beynimiz təbii olaraq həzzə meyillidir. Dopamin adlı bir hormon bizi mükafatlandıran fəaliyyətləri axtarmağa sövq edir və porno kimi saytlar bu ehtiyacı sürətlə təmin edir. Bu, qısa müddətli zövq verir, lakin uzun müddət ərzində beyində asılılıq yaradır. İkincisi, tənhalıq və ya stres yaşadığımız zaman porno kimi məzmunlar qısa müddətdə rahatlıq təmin edə bilir. İnsanlar duyğu və ya düşüncə problemlərindən qaçmaq üçün porno izləyirlər, çünki o, bir növ diqqəti yayındırmaq və dərhal həzz alma imkanı yaradır. Bu isə müvəqqəti olaraq rahatlamağa səbəb olur, amma nəticədə həmin hisslər daha da dərinləşir və asılılıq yaranır. Üçüncüsü, internetin genişlənməsi və pornoqrafiyanın daha asan əlçatan olması bu məzmunu izləməyi daha cazibədar edir. Həmçinin cəmiyyətin bəzi hissələri üçün cinsi mövzulara maraq daha çox artıb və bu, gənclər arasında porno izləməyi artırır. Bu hallarda insanlar bəzən bu tərbiyəsiz və real olmayan təsvirlərlə əlaqəli normal davranışlarını formalaşdırırlar. Son olaraq, bəzən porno izləmək sadəcə maraqdan başlayır və bir dəfəlik baxmaq istəyini yaradır. Lakin zamanla bu vərdişə çevrilir. Beyin bu cür məzmunu daha çox axtarmağa və izləməyə meyillidir, çünki o, asan həzz və qısa müddətli zövq təqdim edir. Nəticə olaraq, məlum saytları izləmək əslində qısa müddətli həzz axtarışından və dərhal rahatlama ehtiyacından irəli gəlir. Lakin uzun müddətli zərərlərini anlamaq və bu vərdişi qırmaq daha sağlam və balanslı bir həyat sürmək üçün vacibdir.